Rusiya-Ukrayna müharibəsi müəyyən müddətə qədər davam edəcək, ta ki Rusiya öz hədəfinə çatana qədər. Rusiya-Ukrayna müharibəsinin bitməsini istəməyən bir adam varsa, o da Zelenskidir. Çünki Rusiya-Ukrayna müharibəsi bitsə, Zelenski hakimiyyətdən devriləcəkdir. Bax, Zelenskini bu qorxu bürümüşdür. Rusiya-Ukrayna müharibəsi, bir daha deyirəm, Rusiya-Ukrayna müharibəsinin bitməsini istəməyən Zelenskidir. Çünki bilir ki, bu müharibə Ukraynaya böyük zərbə vurmuşdur. Böyük bir zərbə vurmuşdur. Müharibədən sonra Zelenskini sorğulayacaqlar və ağır şəkildə yargılanacaq Ukrayna qanunları əsasında.